Uşaqlar zorakılıq gördüyü ailə mühitində daim qorxu, narahatlıq, təşviş və gərginlik hiss edirlər. Onlar hətta bəzən qorxudan və yaxud da ailələrini qorumaq istəyindən danışmaq istəmirlər. Lakin davranışları və baxışları çox şey ifadə edir. Ən vacib addım uşaqları dinləmək və müşahidə etməkdir. Onların davranışında dəyişikliklər varsa, qorxu, qəzəb, özünə qapanma, yuxu və iştah problemləri, bütün bunlar zorakılıq əlaməti ola bilər. Əgər uşaq zorakı mühitdə yaşamağa davam edirsə, onu ilk növbədə həmin mühitdən uzaqlaşdırmaq vacibdir. Bu, valideyn, qohum və ya sosial xidmət göstərən qurumlar tərəfindən icra edilə bilər. Uşaq danışmaq istəmirsə, onu məcbur etməyin. Sadəcə yanında olun, təhlükəsiz mühit yaradın və inamını qazanın. Uşaq özünü güvəndə hiss etdikdə danışmağa başlayacaq. Uşaqlar böyüklərin sözlərinə deyil, davranışlarına inanırlar. Sakitlik, anlayış, sevgi zorakılığın mənfi təsirləri ilə mübarizə üçün ən güclü müdafiə üsuludur.